Keçmişin sirlərini, dürlü həqiqətlərini daş yaddaşında, söz qatlarında gizlətmiş qayaüstü rəsimlərdə, daş kitabələrdə, ibadətgahlarda, keçilməz qalalarda yaşayan milli mədəniyyət nümunələri ta qədimdən Azərbaycan torpağında məskunlaşan xalqın yaşının, mənəvi əxlaqi dəyərlərinin, onun estetik mədəniyyətinin tarixi izlərini qoruyub saxlayan qiymətsiz eksponatlardır. Əlverişli təbii coğrafi şəraitə malik olan Azərbaycan, ibtidai insanın formalaşdığı ərazilərdəndir. İqlimin sərtləşməsi nəticəsində hələ 1.200.000 il əvvəl Azıq mağarasına köçənlərdən yadigar qalan maddi mədəniyyət nümunələri, mezolit dövründə Qobustan yaylasında yaşamış əcdadlarımızın həyat tərzini, məişətini, dini görüşlərini əks etdirən qayaüstü təsvirlər, gəmi-qaya daşları üzərində qazılmış yalaqlar təkcə kainatın sirləri ilə yozulan rəsimlər deyil, uzaq minilliklərdən xəbər verən daş salnamələr, misilsiz tarixi abidələrdir. Azərbaycan hələ qədim zamanlardan oda tapınan insanların ziyarət mərkəzlərindən biri olub. Atəşpərəstlərin ən nüfuzlu məbədləri məhz burada yerləşirdi. Antik dövrün coğrafiyaşünasları Xəzər sahillərində daim yanan odlardan xəbər verir, Bakını Baquan, Allahlar şəhəri adlandırırdılar. Təbii qaz mənbələri üzərində inşa edilmiş atəşgahlarda od, mehrab şəklində olan atlıqlardan çıxırdı. Ehtimal olunur ki, eramızdan əvvəl 7-ci əsrdə ucaldılmış Qız qalası da erkən atəşpərəstlik məbədidir. Hündürlüyü 29,7 metr, diametri 16,5 metr olan bu unikal abidə qədim Bakının rəmzinə çevrilib. Dairəvi daş pilləkən vasitəsilə birləşən 8 yaruslu qalaya gün işığı içəriyə doğru genişlənən mazğal tipli dar oyuqlardan düşür. Planetlərin sayını təkrar edən oyuqların istiqaməti, eləcə də açıq günbəzlər qalanın rəsədxana məqsədi ilə istifadə ehtimalını xeyli artırır. Şəkinin Kiş kəndindəki Yelisey məbədi, qədim və orta əsr Azərbaycan memarlığının inciləri, Alban abidələrinin anası sayılır. Xristiyanlığın rəsmən qəbulundan xeyli əvvəl, hələ eramızın 1-ci əsrində bütpərəstlik ibadətgahı yerində Apostol Faddeyin şagirdi, müqəddəs Yelisey tərəfindən əsası qoyulan məbəd, Qafqaz Albaniyasında ucaldılan ilk xristiyan kilsəsidir. Həmin dövrdə Tərtər çayı sahilində tikilmiş Xudavənd, 13-cü əsrdə Ağdərədə ucaldılmış Gəncəsər, eləcə də 1836-cı ildə Rusiya sinodunun rəsmi qərarı ilə müstəqilliyi ləğv olunmuş Alban Apostol kilsəsinin digər abidələri hal-hazırda işğal edilmiş Azərbaycan ərazilərində yerləşir və Erməni Qırqaryan kilsəsi tərəfindən özününküləşdirilir. Əsrlər ötür, qərinələr dəyişir, bir-birini əvəz edən dini təsəvvürlər xalqın dünya görüşünü formalaşdırır, onun mədəni irsinə yeni töhfələr bəxş edirdi. Şirvanşahların 15-ci əsrdə Bakıda ucaltdıqları saray kompleksi, İslam mədəniyyətinin təkrarsız nümunəsi kimi bugün də dünyanın nadir incilərindən sayılır. İçəri şəhər və Qız qalası ilə yanaşı UNESCO tərəfindən himayə olunur. Sarayın hündür portallı və minarəli, günbəzlə tamamlanan binaları, üç tərəfdən çatma tağlarla əhatələnən yüksək özül üzərində qurulmuş 8 güşəli divanxanası, Memar Əlinin 1436-cı ildə inşasını sona çatdırdığı Şirvanşahların ailəvi məqbərəsi, ucaltdığı saray məscidi, ciddi, lakanik formaları, ornament və kitabələrin incə, həcmli oyma təsvirləri daşın məharətli hörgüsü ilə diqqəti cəlb edir. Saray kompleksinin cənub hissəsində yerləşən Dərviş türbəsi Sufi alimi Seyyid Yəhya Bakübinin məqbərəsidir.
Qədim karvan ticarət yolu üstündə tikilmiş Pir Hüseyin xanəgahı burada uyuyan digər sufi aliminin adı ilə bağlıdır və Mərəzə yaxınlığında qayalara söykənən Diri Baba türbəsi kimi bugün də insanların inanc yerlərindəndir. 1162-ci ildə Əcəmi Əbu Bəkroğlu tərəfindən Yusif Hüseyroğlunun adına tikilən məqbərə, toy çadırı tək zərifliyi ilə seçilən Möminə Xatun türbəsi, Naxçıvan Memarlıq Məktəbinin tacı kimi göylərə ucalan Qarabağlar, Araz vadisində qərarlaşan Gülüstan yüksək sənətkarlıq nümunələridir. Ustad Şahbənzərin Qutlu Musaoğlu türbəsindəki daş naxışları, Laçındakı Məlikəjdər məqbərəsində özünə məxsus arxitektur formaları, Arazın sahillərindəki otaylı-butaylı qardaşları birləşdirən Xudafərin körpülərini, eləcə də 700-dən artıq digər abidəni seyr etmək işğal olunmuş ərazilərdə qaldıqlarından mümkün deyil. Uzaq tarixdən xəbər verən bu daşlar, hələ Plini və Ptolemeyin qalalar şəhəri adlandırdıqları qədim Qəbələnin yadigarıdır. Qayalar üzərində ucalan Çıraq qala, əsrlər boyu yadillərə baş əyməyən Əlincə, düşmənin son mənzilinə çevrilən Namərd qala, bədxax qonşuların məkirli niyyətlərindən xəbərsiz Əskəran, Şuşa qalaları, Abşeron torpağını qoruyan Mərdəkan, Ramana qəsrləri, İçəri şəhər əhalisinin dincliyinin təminatçısı möhtəşəm qala divarları bir-birini əvəz edən neçə-neçə nəslin sipərinə çevrilib. Hüseynqulu xanın Şəkidəki iç qalada inşa etdirdiyi yay iqamətgahı, ətraf mühitlə səsləşən memarlıq üslubu, dekorativ bölgüsü, həndəsi dəqiqliklə yığılmış şəbəkə tipli pəncərələri, naxışlı səthlərin bolluğu ilə seçilən nadir memarlıq incisidir. Qoca Şərqin qapısı, qədim ticarət yolları üstündə yerləşən qonaqpərvər Azərbaycanın giriş darvazaları, karvansaralar. Ulu əcdadların ata-baba əmanəti, nəsillərin saxlancı olan, minilliklərin salnaməsini yaşadan daş abidələr, öz zamanından söhbət açan, xalqın kimliyindən xəbər verən dövlətçilik, mədəniyyət nişanəsidir.